Herkese salam, kanalıma ve yeni vloguma hoş gelmişsiniz kızlar. Gördüğünüz gibi ben yine kargo açıram. Buranı izlemek istemeyenler kapağa versin. Ben de tez kargolarımı açım. Gelin göreyim neler almışam. Ben Finish'in qabyan tabletini istifadə edirəm. Bir dənə açılmamış paçkam var idi. Ehtiyat üçün yana aldım. Bu 100 ədədlidir. Elə 2 paçka aldım ki zapasa koyum. İnşallah qırılmayıb. Gene güzelliğe bakın. Bunu necə almayasın? Çox gözəldir. Bunun başqa razmerdə olanı yox idi, fərqli ölçüdə. Bir dənə fərqli ölçüsü var idi, o da tot kabı idi, ayaqlı olan. Amma mən bunu aldım, belə 6 ədəd istifadə eləməyə, gündəliyə. Qəşəng bəyəndim. Məncə qırığı falan olmaz. Yəni daha sonra açıb baxaram içərisinə. Burada Sleepy'nin salfetləridir. Trendyoldan alanda daha münasib qiymətə gəlir. Burada bir ədədi hardasa 6 manata, 5 manata düşür bəzən. Amma Trendyoldan almağım daha sərf elədi. Hesablayıb aldım. Hardasa 6 dənəsinə səhv eləmirəmsə 20-26 manat pul verdim. İçərisində belə hədiyyə də qoyublar. Yəni gündəlik istifadə elədiyim salfetlərdir deyə aldım. Və son bağlamam. Bunda içərisində qab var. Bunu alandan sonra satıcıya dönə-dönə tapşırmışdım ki, yaxşı paketləyin. Kutuya falan qoyublar. Çox şükür qırıq falan olmadan gəlib, sağlam gəlib. Belə 2 mərtəbəli qapaqlı bir qabdır, şüşə. Çox gözəldir. İçərisində konfet falan qoymaq olar, bir şeyini nə istəsəz. Mağazada 1000 TL'lik nəsə alanda 300 TL indirim verirdi. Bunun özü elə hardasa 900 TL idi. 1000 TL tamam olmaq üçün belə çay dəsmalı əlavə elədim səbətimə. 300 TL indirim olundu. Bunu da istifadə eləməyəcəm, saxlayacağım. Keyfiyyəti gözəldir. Mağazada çox qəşəng qablar var. Yenə alacağım bunlardan. Başqa fərqli dizaynda qablar var idi. Belə indi qatlayım, qoyum hamısının yerinə sərgəli şəkildə yerləşdirim. Deməli qızlar, yeni bir gündən hər kəsə salam. İndi marketdən gəldi. Bir-iki dənə şey istəmişdim. Onları alıb mənim üçün. Belə soyulmuş şabalıt istəmişdim. Aşkar eləyəcəm. 2 dənə bundan götürdük. Biri 4,89'dur. Belə alça qurusu və belə ərik qurusu. Əriklərin belə böyük olmağı xoşuma gəldi. Çünki mən pəhriz zamanı ərik qurusu alırdım. Çox xırda olurdu. İnsana xoş gəlmirdi onu yemək. İndi ətimi də çıxartmışam. Buzu açılsın, qoyacağım qaynasın. Axşama gözəl bir aşkar eləmək planlaşdırıram. İndi gedim səhər yeməyi yemişdik. Süfrəni yığım. Daha sonra bunları da hazırlayanda sizlər üçün də çəkiliş eləyəcəm. Düyünü qoyum istağa. Burada deyəsən 1 kilo düyüdür. Ölçərəm yenə də, amma ehtiyac yoxdur. Aşkar eləyirəm, yəni yeyiləcək. Hələ bunu qoyum istağa, qəşəng şişsinlər. Və qızlar, videonu danışaraq açdığıma görə sizlərin hal-əhvalını soruşa bilmədim. İndi soruşuram, necəsiz? İnşallah keyfiniz, əhvalınız yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Havalar bu aralar gah günəşli olur, gah buludlu olur. Yəni qəribə bir atmosfer var. Bəzi günlərdə heç nə çəkməmişəm. 1-2 gün ara verdim vloglarıma. Səhərdən gördüm elə hava qəribədir. Mən də daha heç nə çəkmədim. Bəzi günlərdə indi vlog davam etdikcə görəcəksiniz ki, qırıq-qırıq nəsə çəkmişəm. Yəni ki, belə bu vlogda belə qarışıq bir vlog oldu. Ümidvaram ki, bəyənərsiniz. Əgər hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün önəmlidir. Qaranın suyunu, əti falan tökdüm. Daha sonra qaysını, alçanı, kişmişi tökdüm içərisinə. Və əti qaynatdığım suyu da tökdüm. İndi qoyacağım, biraz pişsin. Suyu da biraz çəkilsin. Daha sonra şabalıtları əlavə edəcəm. Çünki şabalıt pişmiş halda olduğuna görə əzilməyini istəmirəm. Sarı kök də tökdüm, duz falan.
Yəni ki, belə indi qoyacağam, bunlar bitsin. Artıq axşamdır. Düşündüm ki, bir kofe keyfi eləyim. Həm də Yağmur Çevik video qoyub. Bilirsiniz ki, onun videolarını sevərək izləyirəm. Mən Türk kofesini acı içməyi sevirəm. Maksimum yanında, yəni konfet falan içərəm, amma daha çox acı sevirəm. Bu dəfə də yeni stakanımda içəcəm kofemi. Yoldaşımın keçən dəfə aldığı stakanda. Yaxama da mikrofon taxmışam, amma bilmirəm səsim sizə necə gəlir. İnşallah yaxşı işlərsiniz mənim. Kofem bişənə kimi istəyirəm sizə digər stakanlarımı göstərim. Bu gördüyünüz heyvan şəkillərindən olan stakanlarım Karacanındır. Üzərində fərqli şəkillərlə. Bunlar isə Ara Porselen adında bir mağazadır. Oradan almışdım. Bunların qiyməti 50 manatdır, amma onların qiyməti yadımda deyil. Və onlarla uyğun olsun deyə belə xüsusi stakanlar var su içmək üçün. Hər birinin rəngi bir-birini tamamlayır. Yəni bunu da almışdım ki, sunumlarda gözəl görsənsin. Burada sonra kofe stakanların yanında belə sunum eləmək üçün belə bu cür qablar almışdım. Bunlar dəmirdir. Daha sonra sunumlara görə belə salfetkalar var, rəngarəng. Bunu keçən dəfə yumuşdum, amma acda kofeni tökmüşdü kofe içərkən. Acdaya bilməmişdim, yəni mama stakanına dəyib tökmüşdü. Ona görə ləkəsi qalıb biraz yumağıma baxmayaraq. Buralar da elə stakanlarla uyumlu olan belə salfetkalardır. Sunumlarda çox gözəl görsənirlər. Onsuz da yəni görürsünüz də tez-tez videolarımda, sunumlarımda görürsünüz. Belə çeyrəkli salfetkalar almışdım Temudan. Daha sonra salfetkalarımın içərisində boya çeyrəkli olandır, belə ürəkli olan da var. Bu da çox gözəldir. Çəhrayı stakanlarla gözəl olur. Bir də qızlar, bunu da arxada da göstərim. Bunu da Karacadan almışdım. Amma bunun bir dənə nəlbəkisini qırmışam. Bu 2 dənəli kofe stakanı idi. Bunun nəlbəkisindən belə fərqli-fərqli istifadə etmək olurdu. Bundan, bu əslində dəstir. Bir də bunun belə risunkalı nəlbəkisi var idi. Onu da sındırmışam. Əlimdən düşüb sınmışdı. İndi arada belə istifadə edirəm. Ya bu stakandan, ya da o stakandan. Bu Karacanındır. Dediyim kimi, bu heyvan şəkilləri ilə olanlar da Safari adlanır deyəsən. O da Karacanındır. Bunlar lap köhnə, cehizimdən olanlardır. Bir sadəcəli gold qızıl stakandır. Bir də belə sadə stakan var. Və belə. Başqa da yəni o qədər də kofe stakanım yoxdur. Yəni istifadə etdikcə alaram deyə düşünmüşəm. Elə Karacanı aldım. Sonra da bunlara vuruldum. Dedim yox ya, almalıyam bunları. Bunlar da deyəsən 50 manat almışdım. Elə 50 manat civarı bir şeydi. Bu armudlu stakanlarda çox bəyənərək istifadə edirəm. Çox təəssüf ki, artıq 2 dənə stakan qırılıb. Bir dənəsi də qab yanındadır hal-hazırda. Amma nəlbəkləri necə var, elə də qalıb. Yəni ki, belə qızlar. İndi mən gedim kofemi içim. Kofem soyudu. Mikrofonum da əyilib. Bilmirəm səsim indiyə kimi sizə necə gəlirdi. Ümidvaram ki, yaxşı işlərsiniz məni. Və belə. Mən getdim indi kofemi içməyə qızlar. Rival'ın belə pudrasını aldım. 13 manat 90 qəpiyə, 14 manata. Çox təriflənirdi. Məndə belə Givenchy'nin pudrası var idi. Dediklərinə görə bununla eyni teksturaya malikdir. Örtücülüyü falan yaxşıdır. İndi yoxlayaram, sizlərlə də bölüşərəm fikrimi. Bu pudranı qızlar Rossmanndan aldı. Daha doğrusu qaynıma dedim ki, yəni mağaza var. Ora mütləq getməlisən bugün. Mən o pudranı almalıyam. O da sağ olsun. Xətmə dəymədi, getdi, aldı. Pudra olaraq bəyəndim. Çox gözəl, sabitləyir konserləri. Rəngi də möhtəşəmdir. Göz altında çox belə gözəl bir aydınlıq yaradır. Yəni ümumilikdə bəyəndim. Əgər pudra axtarışındasınızsa, məsləhət görürəm, ala bilərsiniz. Rauliya atışdırmışıq qızlar. Ajdayla indi rəngləmə eləyəcəyik. Biraz qızımla vaxt keçirim. Burada da dondurmalarımız havanın soğuk olmağına baxmayaraq biz уже dondurma yeyirik. İndi biz qızımla bunları rəngləyək. Ajda. Sakit danışırıq. Davay başladıq. Və qızlar gəldim mətbəxə. Biraz mətbəx sərgiyə salım. Səhər elə necə qoymuşdum, hələ də qalıb. İndi qavyanı boşaldıb qabları yerlərinə yığacağam. Belə. Ajdayla biraz şəkil çəkdim.
İndi qavyanımı boşaldım. Əslində hər bir işin vaxtında görülməyin tərəfdarıyam, amma bəzən də olur ki, belə artıq hər şeyi boş verirəm. Deyirəm, əşi qalıb da, yığaram sonra. Bu gün də həmin o günlərdən idi. Səhər oyandım, gördüm moykanın içərisi doludur. Axşamdan da qavyanı qoşmuşdum, yatdım. Daha səs-küy salmadım deyə qablar, qazanlar falan qalmışdı. Səhər oyandım, elə moykanı elə səliqəsiz görəndə vəbşə heç kuxnaya keçmək istəmədim. Ona görə də çalışıram axşamdan yığışdırım ki, səhər mətbəxə girməyə həvəsim olsun. Sonra da elə Ajda ilə biraz rəngləmə falan elədi. Neçə vaxt dedi, rəngləmə oynamaq istirdim mənə. Mən də deyirdim ki, bir dənə elə eləyək ki, Raul yatmış olsun, ya da ki, laqabetdə olan vaxtda düşsün ki, gəlir yoxsa kraskalarla falan oynayır, hər yeri kraska eləyir. Əlindən də alan kimi oturub ağlayır. Ona görə də nə Ajdanı incitmək istəmədim, nə də Raulu. Elə Raul yatsıdırmışkən dedim, qoy elə mətbəx qalsın, eybi yox. Ajda ilə biraz vaxt keçirim, yaxşı ki, elədi. Biraz mənə də stres atmaq kimi bir şey oldu. Arada belə şeylər eləmək lazımdır özümüzə. Stresdən uzaqlaşmağımız üçün belə xırda kiçik şeylərlə başımıza qatmaq lazımdır deyə düşünürəm. Və qızlar, danışdığım əsnada da nə işlə məşğul oldum deyə soruşsanız, uşaqlara sulu yemək bişirdim. Bizim evdə əsasən sous daha çox yeyilir və soğanı falan qovurdum. Daha sonra fileni doğradım. Üzərinə kartof, biraz bulyon və su ilə əlavə edib qoydum bişməyə. Adi bildiyiniz sous. Bizim evdə daha çox sarı köklə olan sous sevilir, yeyilir. Əsasən də uşaqlar yeyir bunu. Yəni sulu yeməklərini çalışıram ki, heç vaxt əski eləməyim. Düzdür, əlavə yeməklərdən də yeyirlər. Yəni aş falan eləmişdim. Onları yeyirlər, amma tam sous yeyəndə əmin olaram ki, qarınları doyur, toxdular. Yəni ki, belə sosu da bişirdim, qoydum qırağa. Daha sonra qablarımda duz falan qurtarmışdı. Onları əlavə elədim. Qızlar, siz bir bu gözəlliyə baxın. Maşallah olsun. Çox qəşəng alınıb. Bunu yoldaşımın işçiləri yoldaşıma ad günü hədiyyəsi eləyiblər. Bir neçə gün əvvəl, ad gündən öncə şəkil istəmişdilər. Mən də elə bu şəkli göndərmişdim. Onlar da belə bir hədiyyə hazırlayıblar. Bilmirəm kim çəkib, harda düzəltdiriblər, amma çox həqiqətən çox gözəl çəkib, çox bəyəndim şəkli. Yəni şəklin birə-bir eynisidir, hətta daha gözəl idi deyərdim. Bilsəydim belə gözəl alınacağını, şəklim olanı da göndərərdim. Amma məncə belə üçlü olmağın da daha gözəl olub ki, nə də olsa üçü də gözümün qabağında. Öz şəklim bəzən özüm bəyənmirəm, 1-2 il sonra özümü. Amma belə üçünün olmağı daha gözəl alınıb. Çox bəyəndim həqiqətən. Raul burada biraz sifəti yuxuludur. Amma olsun, yenə də gözəl alınıb. Gəldim camaşırxanaya. Bunları zapasa aldığım məhsulları yerləşdirəcəm. Burada biraz sərgəsiz gündədir. Buranı da sərgiyə salın. Burada yeni ilə aid dekorlar falan var. Burada da zapas məhsullarımız var. İndi belə. Hələ digər otaqda duş gelləri falan da var. Onları da gətirib qoyacağım bura. İndi isə başladıq. Əlbəttə imkan olduğu vaxt ya da hər hansısa bir məhsulu endirimdə görəndə alıb yığmaq istəyirəm qırağa. Çünki nə də olsa daha çox Trendyoldan sifarişlər eləyirəm ya da Temudan. Bitən zaman onları 2 həftə ya da 1 həftə, yarım 10 gün gözləmək lazım olur. Ona görə də zapaslı olmağı mənim üçün çox rahatdır. Buradan yəni marketlərdə dəhşət bahadır. Qabyan tabletlər, hər hansısa bir istifadə etdiyim məhsullar. Ən yaxşısı endirimdə görən zaman çoxlu alıb yığmaqdır qırağa. Elə adam daha rahat olur. Və siz necə, yorumlarda yazın görüm. Kimlər zapas yığmağı sevir, yoxsa elə bitən kimi marketdən gedib alanlardansınız? Yorumlarda yazın mənim üçün. Camaşırxananın eni də çox balacadır. Yəni orada güc bala ilə dayanmışdım. Bəzi polkaları boşaldarkən demək olar ki, hərəkət eləyə bilmirdim. Elə necə var, elə dayanmışdım. Bir boşaltdım polkaları, daha sonra yenidən yığdım sərgəli şəkildə. Hələ bir ara qərarsızlığım tutdu. Bəzilərini yığdım, sonra gördüm yox, nəsə alınmadı, təzədən boşaltdım, təzədən yığdım. Yəni ki, belə mən hər hansısa bir yeri təmizləyəndə qərarsızlığım əgər tutubsa, çox çətinlik çəkirəm, dəhşət yoruluram. Belə baxa bilərsiniz ki, adi polkadır da, onun nəyinə yorulursan, bir dənə təmizlədin, yığdın, vəsiyo, amma elə deyil. Əgər mənim gözümdə o gözəl görsənmirsə, yenidən boşaldıb, yenidən səliqəli şəkildə yığmağa çalışıram. Hələ keçən dəfə uşaqların dolabını səliqəyə salanda bir izləyici yazmışdı ki, uşaqların dağıtmağı bir qırağa siz özünüzdə heç səliqəli yerləşdirmədiniz, necə gəldi qoydunuz. Mən elə düşünmürəm. Nə də olsa uşaqların dolabıdır. Ora o qədər də efor sərf eləməyə məncə ehtiyac yoxdur. Bunu ideal şəkildə, səliqəli şəkildə qatlayıb birləşdirmək məncə çox gərəksiz bir şeydir. Çünki uşaqlar da əli çatır, bəzən olur şkaf açıq qalır, Raul görür, diqqətini cəlb eləyir. Səliqəli şəkildə qalmağı onun həqiqətən diqqətini cəlb eləyir. Gedir, dağıdır, tökür. Yəni mənim o gördüyüm əziyyət boş-boşuna olmuş olur. Ona görə də heç vaxt ora üçün ora səliqəli olsun, düzənli olsun, paltarlar səliqəli şəkildə olsun. Yerləşdirməmişəm. Əsas odur. Paltarları veşokaya asdım. Bəzi düzənləyiciləri də doldurdum. Yəni ondan artıq
artıq məncə orada əziyyət çəkməyə ehtiyac yox deyə düşünürəm. Bunu da burada qısa bir xatırlatma elədim ki, yəni uşaq dolabı nə qədər də təmizləsəz, nə qədər də sədəqəyə salsaz, uşaq gəlib onsuz da dağıdacaq. Elə ondansa elə çox əziyyət çəkmədən yerləşdirməkdir. Və belə nəhayət ki, yığıb bitirdim. Gözəl də alındı, səliqəli oldu hər yer. Görüntü həqiqətən insana xoş gəlir, sanki mini bir mağazadasan və bütün istifadə etdiyin məhsullar da önündədir. Və ən gözəli də ki, sonda pul ödəməyə ehtiyac yoxdur. Götürdün, çıx, get. Artıq pulu çoxdan ödənir. Və qızlar, artıq videonun sonlarına doğru yaxınlaşırıq. Düzdür. Bundan sonra yenə danışaraq video çəkmişəm, təmizliyimi bitirdikdən sonra. Amma onunla da video bitir və istədim sizinlə indidən sağollaşım. Vlogumu axıra kimi izlədiyinizə görə təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Gözəl şərhlərinizi də gözləyəcəm mütləq şəkildə. Aranızda çox gözəl və uzun hər bir detayına kimi şərhlər yazan izləyicilərimə təşəkkür edirəm. Əsasən də Fatimə xanımla bir də bir izləyicim var idi, Milay adında. O da çox gözəl uzun şərhlər yazırsınız. Lap könlümü oxşayırsınız. Çox təşəkkür edirəm və burada da artıq sizinlə sağollaşıram. Gördüyünüz kimi buranı da sərgiyə saldım. Burada oldu mənim mini mağazam. İstədiyim hər şey var burada. Aşağılara çox dəymədim. Elə hər biri sərgəli idi. Sadəcə buranı doldurmaq üçün boşaltdım, sildim, elədim. Əlbəttə zibil falan da çıxdı nə qədər. İndi mən gedim, digər otaqları təmizləyim. Bunları da götürdüm. Balqabaq dekorlarının yanına qoyacağım. Belə yastıq üzləri falan var idi. Onların yanına qoyacağım ki, hamısı bir yerdə olsun. Yuxarıda biraz yeni dekorlardır. Aşağıda aptekçika, sap falan artıq şeylər. Orta hissədə zapas, paraşoklar, misilər, suları da gətirdim, qoydum bura. Yataq otağında yer tutmasın yalan yerə. Yəni ki, belə buranı da elədim, qəşəng səliqəli. Özünüzə yaxşı baxın. Hələlik.